Salam mələkə, əziz, gözəl, dəyərli insanlar. Hər vaxtınız xeyirli, uğurlu, bərəkətli olsun inşallah. Hər birinizi ayrı-ayrı salamlayıram, bağrıma basıram, var olasınız. Bildiyiniz kimi, bu günlərim 31 dekabrı 2025-ci ildir. Yəni desək, olur dildən yeni il bayramıdır. Bu 2025 belə deyək də, %95% xalqımıza, millətimizə ziyanlıq gətirdir. Yəni nə kimi ziyanlıq? 2025 demək olar ki, heç kimə düşərli olmadır. Yəni çox canlar aldı. İstər bəylər olsun, istər xanımlar olsun və ya nətər deyim, kimisi övlad sarıda acı çəkdi, kimisi valideyn sarıda acı çəkdir. Kimisi ərsiz qaldı. Bu 2025 bayram illərində belə çıxmasın, xanımsız, yəni arvadsız qaldı, belə deyək. Ondan sonra kimlərin evləri yıxıldı, kimlərin işləri düz getmədi, hər şey tərsinə getdi. Çox qısa desək, yəni heç bir kəsə düşərli olmadı. Hər birimiz üçün çox çətin, acılı və acınacaqsız vəziyyət oldu. Çox insanların üzü gülmədi, bəxti gətirmədi. Mən bircə dənə onu deyə bilərəm ki, hər şeyə qadir olan Allah, yeri göyə yaradan Allah, gecəni gündüzü, gündüzü gecəyə çevirən Allah. And verirəm öz izzətinə, öz cəlalına, öz Allahına. Bu 2026-cı il hər bir müsəlmana, xanım və bacı qardaşlarımıza, bəylərimizə, atalarımıza, analarımıza düşərli eləsin. Hər bir kəsə övlad toyu görmək, qız gəlin köçürmək, Allah heç bir evi, nətər deyim, qızı o gəlin arzusu ürəyində qoymasın. Hər bir qızlarımıza gəlin köçməyə arzulamağı Allahdan diləyirəm. Bəylərimiz bəy olsun. Ondan sonra kimin ki ata arzusunda yaşamaq arzusu var, ana olmaq arzusu ilə yaşayırlar, belə deyək. Allah bu 2026-cı ildə o arzulara çatmağını nəsib eləsin inşallah. Və 2026 hər birimizə düşərli olsun. Hər bir qapıda olmayanlara vağzalıq səsini olmağı Allahdan arzulayıram. Hər bir kəs oğul toyu görmək, qız gəlin köçürmək nəsib eləsin və övlad arzusunda yaşayanlara da Allah övlad nəsib eləsin. Hər bir evdə, eşikdə övlad Allah nəsib eləsin. Heç bir evlər yıxılmasın və buradan xanımlara, bəylərə, ailənizin qədrini verin. Ailənizdən bərk yapışın. O insanlarda belə deyək də, həvəs müvəqqətidir və hər birinizə ailəlikdə həvəs yox, son nəfəsiniz bitənə qədər bir-birinizi sevməyi, bir-birinizə sahib çıxmağı, mehribançılıq, xoşbəxt olmağı Allahdan arzulayıram. Mənim niyyətim budur. Çalışın, öz ailənizin qədrini bilin. Yaxşı pis gündə insanın ailəsi yanında olur. Ona görə də çalışın, ailənizin qədrini bilin. Ailənizi sevin, sevilin ki, yaxşı pis insanın yanında ailə olur. Qürətdəki hamısı, Allah hamısı salamat eləsin, bacı da özünə, qardaş da özünə, ana da özünə, ata da özünə, amma insanın qalan ailə olur. O da yaxşı ailədən söhbət gedir, ha. O pisdən heç nə demirəm, Allah hidayət eləsin, Allah bilsin, özü bilsin, amma yaxşı ailəni nəzərdə tuturam. Yəni, insanın qalan ailədir. Çalışın, ailənizi bərk tutun və mehriban olun. Nə qədər birlik, bərabər, mehribançılıq olsa, Allah o evdə də həmişə xeyirli, bərəkətli, uğurlu olmağı da nəsib eləyəcək və qat-qatda ruzu bərəkət verəcək və oğul evləndirmək, qız gəlin köçürməyi
Allah o əziyyətin qarşısını, o günləri nəsib eləsin inşallah. Allahdan arzulayıram, Allah o günləri qismət eləsin. Yeni il bayramınızı münasibəti ilə səmimi qəlbdən təbrik eləyirəm. İndən belə Allah pis gün, kədər, qəm yaşatmasın, heç kimə də göstərməsin. Həmişə sevinç, xoş, gözəl günlər, xoşbəxtçilik arzulayıram Allahdan. Allah o günü hər kəsə nəsib eləsin. Hamı sevdiyinə qovuşsun. İnşallah, amin. Bir daha da təbrik edirəm, var olun, öpürəm, bağrıma basın. Xalqıma, millətimə həmişə xoş günlər arzulayıram, inşallah, amin Allah.